Həqiqi orucun çətin şərtləri. Oruc tutmaq, insanın özünü bəzi maddi ləzzətlərdən və bu kimi şeylərdən məhrum etmək, İslam dininin özünə məxsus düsturlarındandır ki, digər ibadətlərdən daha çox savab və mükafat qazandırır. Çünki əməl nə qədər çətin və zəhmətli olsa, Allah yanında mükafat da bir o qədər çox olar. Digər tərəfdən mübarək Ramazan ayında yaxşı işlərin savabı daha böyükdür. Məsələn, bu ayda bir Quran xətm etmək, digər aylarda 70 Quran xətminə bərabərdir. Bu səbəbdən də rəvayətlərdə mübarək Ramazan ayının hər gününün orucu üçün 2 qat fəzilət və savab qeyd olunmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm Cabir ibn Ənsariyə buyurur: Ey Cabir, bu ay Ramazan ayıdır. Hər kim bu ayın günlərini oruç tutub, gecələri ibadətlə məşğul olarsa, qarnını haramlardan qorusa və dilini günahlardan saxlasa, bu aydan çıxan kimi günahlardan təmizlənər. Cabir sevincək halda dedi: Ey Rasulallah, bu nə gözəl hədistir. Həzrət buyurdu: Bəli Cabir, gözəl olduğu qədər də çətin bir işdir. Allah ibadətlərinizi qəbul etsin.